Mingəçevirdə ən çox etmək istədiyimiz şeyi reallaşdırmağa gəlmişik. Kilometr yarım deyib, bu nədir belə? Alırsan. Yəni, atmağa cəhd elədim, yəni qəsdən hansısa bir nəfə seçmədim. Bəs salamım, mən ilk dəfə atıram deyə görə. Sağ ol, buyur. Yox. Tabii bir dənə tutduğum bir şey var deyil. Düzdür, ona verəsiydim, amma bir var öz rızamla verim, bir də o uğrasın. Bizimki balıq tutmaq deyil. Biz tilovla qarmanın ucunda balıq yemləyirik. O kim ki suyun üzünə çıxmağa qorxur, suyun altında gizlənirik. Biz suyun altındakiləri yemləyirik. Yemləyirik. Nə oldu? Yedilər də. Yenə? O boyda yoldur, balıq yemləmək. Aktivitemiz tərkib formada yemləmək. Amma bayaq birini tutdun. Onu da pişik yemlədim. Onda da pişik yemlədin, ha? Hadi, bunda bu dəfə olacaq. Haydi. Baba. Balığı götürüyorum. Balaca değil mi? Yüzündəki ciddiyyət, neçə balıq tutmağın sevinci, qüruru və qabiliyyət, bacarığı. Mənim arxivimdə artıq 2x var, hə? 2 dənə balıq tutmuşam artıq tarix boyu. Tarix boyu. Bir dəfə də yosun tutmuşam. Atışa, tutuşa, təkəlli idarəyə. Bayaq tutmuşdum onu da. Balıq yedi qaçdı. Axşama ac qaldı qabala. Oldu.